Salam əziz izləyicilər, necəsiniz? Nə var, nə yox? Keyfiniz, əhvalınız necədir? Ümid edirəm hər biriniz yaxşısınız inşallah. Səhərimiz də belə açıldı. Uşaqlar qlazok istədilər. Hərəsinə bir dənə qlazok edib, onlar yedilər. Mən keçdim günorta yeməyimi eləmək. Günortaya da kotlet kartuşka elədim və sonradan fikirləşdim ki, yanına da bir sup edim. Sulu yemək də olsun, pervi vtaro kimi yeyək. Uşaqlar sup yemirdilər. Son zamanlar çox şükür ki, öyrətdim, başa saldım və özləri istədilər. Ona görə də çalışıram ki, quru yemək olanda yanında da sulu yemək olsun. Bu da supumdur. Bax, supu belə mən xırda ulduzlu verməşillər alıram. Makarondur, verməşildir, hər nədir adı. Ondan alıram sırf sup üçün. Uşaqlar yəni onun supunu çox xoşlayırlar. Belə məsləhət bilərəm ki, uşaqlı analar üçün uşaqlar sevsin deyə, yesin deyə elə bir maraqlı makaronlardan istifadə etsinlər. Yeməyimdən sonra gördüm sosial şəbəkələrdə hər kəs nar sezonudur deyə nar salatı paylaşır. Mən də istədim nar salatı edəm, amma baxdım ki, evə biri var, biri yoxdur. Dedim yalançı nar salatı edim. Yəni bilirəm içinə qardıqalı da gedir, toyuğun filesi də gedir, ancaq onlar olmadı. Təbii ki, bu salatları mən xoşlayıram. Uşaqlar xoşlamır, evdəkilər salat belə redki salatları xoşlayır. В общем, özüm üçün hazırladım, özüm yedim. Burada da pişiyimizə yemək veririk, qızım verir burada. Çox xoşlayıram. Mən ümumiyyətcə heyvan sevən deyirdim, ancaq bu pişik özü gəlmişdi bizə. Artıq 2 ilə yaxındır ki, bizdədir. Çox sevirik, demək olar ailəmizin bir üzvüdür. Süfrəmizi də belə açdım. Allah bütün evlərə ruzi bərəkət nəsib etsin, bizlər də onun içində. Süfrəmizi açdım, hazırladıqlarımı süfrəyə düzdüm. Bir qəşəng, ləzzətli yedik. Qadının işi onsuz da bitmir. Səhər açılan kimi yemək bişirmək, hazırlamaq, onu elə, bunu elə. Sonra da təzəldəndən yuyuruq, yığışdırırıq, özümüz tökürük, özümüz dağıdırıq, belə deyim, özümüz də yığışdırırıq. Allah bütün balaları qorusun, bizim balalar da onun içində. Çox şükür, bugünkü günümüzə min şükür, milyon şükür. Ailə üzvlərimizdən bir aradayıqsa, bir süfrədə otururuqsa, çox şükür buna da. Bu da xanımlar, anam gətirdiyi, verdiyi daha düzü meyvə qurusudur. Belə anam meyvələrdən qurular hazırlayır. Meyvə qurusu, bu incil qurusu idi. Bu karalyok qurusu çox gözəl, şipşirin, bal kimi idi. İnanın ki, o qədər gözəl. Karalyokdan başqa cür də hazırlayıbdı. İndi bir dəfə də onu çəkilişdə göstərəcəm. Məhəllənin belə deyim, meyvələrindən çalışır ki, dəyərləndirsin. Yəni bütün meyvələri belə dəyərləndirir. Pişiyimiz yeyib içib yatıbdı. Burada da özümə süt var idi. Sütdən bizdə evdəkilər sütü eləcə içməyi xoşlayır. Ancaq mən süt içə bilmirəm. Belə gerkulesdən özümə gerkules hazırladım. Belə yəni süt olanda mən belə edənəm. Bunu da heç kim xoşlamır. Ancaq özüm xoşlayıram evimizdə. Yəni bunu özüm üçün sırf hazırladım, belə deyim. Burada da bəhməzdən yeyirəm bunu. Bu anam hazırladığı bəhməzdir. Allah canlarını sağ eləsin. Bütün anaları Allah qorusun, var olsun. Yaxşı ki, varımdılar. Kompot hazırladım nardan. Sonra da istədim rulet edim. Ruletimi də elədim. Şişmədi, işıqlarımız keçdi, şişmədi. Mən də onu 2 yerə bölüb, belə üst-üstə kremləyib qoydum. Amma çox qəşəng dadlı oldu. Keçdik, sonda uşaqlara məktəblərinə, çantalarına yemək qoyuram. Yəni çalışdığım qədər, həmişə deyirəm, evdə hazırlayıram. Belə pendir rəndədən keçirtdik, pendir, toyuğun filesi, mayonez, toster edirəm, çantalarına qoyuram. Çox ləzzətlə də yeyir. Bilirəm ki, evdən özüm hazırladım, özüm qoydum. Bilirəm, yəni necədir. Ona görə də təmiz qidalanmasına üstünlük verirəm uşaqların. Düzdür, uşaqdılar, qaçmaq istəyirlər, yəni mağazinə, market, abır-cubura, amma yenə də çalışdığım qədəri
özüm hazırlamaq istəyirəm, başa salıram, danışıram. Düzdür, nə qədər başa salsam da bir üç sözümü başa düşməsələr də bir sözümü belə deyim, bir fikrimi başa düşürlər. Ona görə təkrar edirəm ki, uşaqdılar, nə qədər çox danışsaq, çox danışıram. Mən uşaqlardan hədsiz dərəcədə, yəni bir dəfə dedim, uşaqdır, bir dəfə dedim, eləmədi, belə eləmirəm. Bir sözü təkrar eləyirəm ki, uşaqdır, beyinlərinə girsin. Hardasa fikirlərimdən faydalansınlar. Nə bilim, belə bacardığım qədəri təbliğat aparıram, danışıram uşaqlardan. Uşaqlarla dost olmağı bacaran bir insanam, yəni uşaqlara da deyirəm ki, biz dostuq, yəni siz mənim dostumsuz, mən sizin dostunuzam, sizin sözünüz olanda mənə deyin, indidəndən başa salmalıyıq ki, böyüyəndə də bilsinlər, hər kəsə ürəklərini açmasınlar. Allah, indiki zamanədə çox çətindir, insanlar, heç kimə etibar yox, güvəm yox. Mən özüm şəxsən heç kimə inanmıram, etibar edə bilmirəm, özümdən asılı deyil. Yəni bunu görə gəlmişəm bu yaşa qədər. Ona görə mən çox insanlara etibarım yoxdur. Ünsiyyət edirəm, demirəm, ünsiyyət eləyirəm. Ətrafımda çoxdur insanlar, ünsiyyət elədiklərəm. Sadəcə olaraq etibarım, güvəmim yoxdur mənim. Mən uşaqlarıma da indidəndən deyirəm, birinin 10 yaşı var, 11-in içindədir, birinin 9 yaşı olasıdır inşallah. Mən uşaqlara indidəndən deyirəm ki, demirəm ünsiyyət eləməyin, məktəbdir, kimlənsə ünsiyyət eləməlisiniz, kimlənsə gəzməlisiniz, amma dostdur deyə bir insanı belə tam daxilən bağlanım eləməyin. Ünsiyyət eləyin, ünsiyyətinizi qurun, sadəcə olaraq indi uşaq da onlar qanmır, düzdür, amma gələcəyinə də indidəndən başa salıram ki, gələcəkdə də bilsinlər. Yəni tam belə güvəmli şəkildə olmasın, çünki mən ona şərait yaratmaram, yəni heç kimə güvəm yoxdur. İstəmərəm ki, övladlarım aldansın, allatsın kimsə ya da aldansın, çox safdılar hələ ki. Mən də elə idim, mən də çox saf idim, çox inanırdım, amma bu yaşa qədər çox sifətlər, çox insanlar gördüm. İnsanlar məni dəyişdirdi, belə deyim. Artıq mənim dostum, mənim ailəmdir, övladlarım, valideynlərim. Mən valideynlərimdən, bir də övladlarımdan başqa heç kimə güvənim yoxdur. Uşaqların sumkasını rahatladım, hazırladım. Bunlardan arxayın oldum ki, uşaqların sumkası hazırdır. Termosları, yeməkləri, gündəliklərimizdə yığmışıq, gündəlik dərslərimizi. Beləcə uşaqları məktəbə yola salıb düşdüm həyətə. Dedim, biraz yer belliyim, həyətimiz olmuşkən niyə də ki, əkin biçin eləməyək, özümüzə yetdik, dedim. Biraz göyərti, kişnik, çüyüt, digər göyərtilərdən toxumunu səpək, əlimin altında göyərti olsun, özdə hər dəqiqədə adama lazım olur. Düzdür, xanımlar, mən evimizdə heç bir ümumiyyətcə iş görməmişdim, belə deyim, çünki həmişə oxumuşam, işləmişəm. Mamama da deyəndə ki, eləmə, mən gəlib süpürüb silərəm, ev eşiyi deyirdi, mən səni gözləyəcəm, gün orta sən gələrsən və yaxud da axşam gəlib mənə iş görəsən, elə deyənə bilməm. Yəni, mamam bütün işləri görürdü, mən gəlirdim hazıra nəzir, yeyirdim, içirdim, gəzirdim, belə deyim. İndi artıq bir ailəyəm, ona görə məcburam, övladlarım var. Biraz yer bellədim, ondan sonra keçdim həyətə, baxın həyətimizin gününə, payızdır, hər gün xəzəl tökülür, biraz da ağacları təmizlədik, biraz nar var idi ağaclarda, dedim o da heyf olmasın, ona görə narları da təmizlədik, yığdıq, dedim onu da nar şarabı eləyək, nardaça, yox nar şarabı yox, nar şarabına çox gedir nar, bizdə az olduğu üçün nardaça. Dedim, eləyək, onu da eləməmişəm, heç ilk dəfə edəcəm inşallah. Belə, həyətimizi təmizlədim, heç kim yox idi evdə, uşaqlar məktəbdə, özüm tək idim. Dedim, uşaqlar gələnə qədər həyətimi süpürüb, yığışdırım, təmizləyim həyətimizi. Uşaqlar gələndə də dərslərimizi otururuq. Uşaqlar məktəbə gedən kimi başlayıram ev eşi, yemək, bişirib hazır qoymaq ki, onlar gələndə dərslərimizə oturaq. İnanın ki, o dərəcədəyəm ki, yəni belə deyim, heç özümü düşünmürəm. Hər an uşaqları, hər an onları, onların sevdiyi yemək olsun, onların istədiyi hər bir şey olsun. Çalışdığım qədər, bacardığım qədər onlar istəyəndə də, həmin anda pulum olmasa da, yəni sonradan da olsun, onu yadımda saxlayıram, ağlımda və alıram onu onlara.
Toyuqların da yerini təmizləyəndə toyuqları saldım içəri, öz qəfəslərinə. Ondan sonra süpürüb təmizləyəndən sonra çıxartdım. Həyət böyükdür, yəni biraz var, belə deyim. Çalışdığım qədər də, çalışdığım yox, yəni deyərəm elə hər gün həyəti də süpürürəm. Hətta elə olur səhər bir süpürürəm, axşam da bir. İstəyirəm təmiz olsun, təmizlik xəstəsiyəm, dəlisiyəm təmizliyin xanımlar. Burada da sonda işlərim bitdi. Dedim bir dənə mandalin dərim, onu yeyim. Nəsə siz də izlədiyiniz üçün çox sağ olun. Kanalıma abunə olmağı unutmayın.